Ukraynada müharibə bitmək üzrədir. Yəni Ukraynadakı məsələlər bitir. Bəlkə də biz yanıla bilərik, amma görünən budur hazırda. Digər tərəfdən isə biz Ukraynadakı müharibənin artıq Azərbaycan və Cənubi Qafqaza gəldiyini görməkdəyik. Yəni Papanın Türkiyəyə səfəri, Roma Papasının Türkiyəyə səfəri, həmçinin Azərbaycanın Rusiya ilə gelib gələn diplomatik əlaqələri, həmçinin Azərbaycana gələn qərb diplomatlarının əlaqələri, Azərbaycanın ölkədə, Azərbaycanda bir çox səsləri boğmağa çalışması, İranda hərbi təlimlərin genişlənməsi, İranın dayanmadan silahlanması. Yəni bütün işarələr göstərir ki, bütün diqqətlər hal-hazırda Ukraynadan sonra Cənubi Qafqaz və daha sonra Mərkəzi Asiya uğrunda gedəcək. Lakin Cənubi Qafqaz daha böyük açar mövqeyini oynayır, çünki həm Xəzər, həm də Avropa və NATO ölkələrinin sərhədindədir və biz Azərbaycanda və regionumuzda Ukraynadan daha dəhşətli, daha prinsipial məsələlərin, müharibələrin olmasını görə bilərik. İnşallah görməyəcəyik, amma bu ehtimal böyükdür. Və burada nə məsələ əsasdır? Bu gün insanlar, hər bir insan, Azərbaycanda yaşayan və Azərbaycanda yaşamayan, bizim regionla əlaqəli olan bütün insanlar başa düşməlidir ki, biz öz sistemimizi itirməməliyik. Həmçinin burada talışların da üzərinə böyük vəzifə düşür. Yəni bu 30 illik dövr, bilirəm həbslər olub, digər məsələlər olub. Lakin bizim geniş miqyaslı müharibələr olmayıb. Yəni ki, bu müharibə Bakını da, Tiflisi də, Lənkəranı da əhatə eləsin, İrəvanı da əhatə eləsin. Belə bir müharibəmiz olmayıbdı. Uzun illərdir bu yoxdur. Yəni bu bir əsrdən yuxarıdır ki, biz ancaq lokal köklənmiş müharibələr görmüşük. Hansı ki, Qarabağda olub, bir dəfə Rusiya bir həftəlik Tiflisə qədər gəlib çıxdı. Amma bu geniş, uzun müddətli və hər tərəfli müharibə olmayıbdı. Biz hazırda belə bir təhlükə ilə üzbəyüzük ki, bu müharibə geniş miqyaslı ola bilər. Və bu yöndə talışlar və digər insanlar var ki, digər millətlər var ki, Qafqazda öz tədbirini görməlidir. Xüsusən də talışlarda bu məsələ ciddi rol oynayacaq. Talışlar Azərbaycanın həm siyasi, həm iqtisadi cəhətdən, həm də geopolitik cəhətdən önəmli regionlarında yerləşiblər. Abşeron, Aranın Xəzər bölgəsi və Talış bölgəsində yerləşiblər və bu prosesdə bizim rolumuz, bizim diktəmiz böyük bir rol oynaya bilər. Talış insanının uzun müddət vaxtı var idi ki, bu məsələyə hazırlaşsın. Bizim bəzilərimiz hazırlaşmışıq bu məsələyə, bəzilərimiz hazırlaşmamışıq. Biz hər bir senariyə hazır olmalıyıq. Yəni bu ərazi NATO qüvvələri tərəfindən də götürülə bilər və yaxud da Rusiya qüvvələri götürə bilər bu ərazini, İranın müdaxiləsi ola bilər bu əraziyə. Bütün ssenarilər mümkündür. Burada əsas olan məsələ bizim sistemimizin yaşamasıdır, bizim mədəniyyətimizin yaşamasıdır, daha az insanın tələf olmasıdır. Yəni biz daha geniş miqyaslı müharibələrdən qaçmalıyıq. İnsanlar özlərini qorunmalıdır, buna hazırlaşmalıdır. Həm mədəni, həm siyasi sahədə özünü daha da təkmilləşdirməlidir. Bu əsas prioritetdir. Kimin burada güc olmasından asılı olmayaraq biz öz birliyimizi, öz identitimizi, kimliyimizi bu regionda saxlamalıyıq və saxlayacağıq da. Və insanlar artıq internetin kəsilməsi, yəni Azərbaycanda internet və yaxud da sosial şəbəkə qadağan edilə bilər. Həmçinin ciddi səfərbərlik ola bilər. Həmçinin böyük həbs dalğaları yaşana bilər. İndiki gördüyünüz həbslər böyük həcmdə siyasi idi. Yəni siyasi liderliyi olan insanlardan daha çox həbslər olurdu. Jurnalist olsun, yazıçısı var, bunun alimi var, siyasətçisi var. Lakin bu həbslər hətta sadə insanların, yəni azacıq danışan, azacıq nəyəsə etiraz edən insanların həbsləri ilə qorxudulması, öldürülməsi ilə də artıq nəticələnə bilər. Yəni biz Azərbaycanda
total avtoritizmin Türkmenistandan daha beşbətər bir avtoritarizmin olacağını görə bilərik. Buna hazır olmalıyıq, bundan qorxmamalıyıq. Yəni istəyir Azərbaycanda yaşayan, kənarda yaşayan insanlar bundan qorxmamalıdır. Hazır olmalıyıq. Buna qarşı nələr edə bilərik? Biz cəmiyyətimizin inkişafdan qalmaması üçün nələr edə bilərik? Bu haqda düşünməliyik. Yəni dövran dəyişib, dövr dəyişib, dünya həminki dünya deyil və bu reallığı qəbul etmək və dəyişmək lazımdır.